Uşaqlar, deməli, bugün keçiririk müstəmləkə rejiminin möhkəmləndirilməsi. Dedik ki, Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra hansı idarəetmə forması yaratdı? Komendant idarə üsulu. Ancaq 1830-cu ildə baş verən üsyanlar, Carbalakən, Lənkəran, Quba Şəki üsyanları və digər ümumiyyətlə əhalinin narazılığı onu göstərdi ki, komendant idarə üsulu bir yaratmaz bir üsuldur. Eyni zamanda komendant idarə üsulu elə bir üsulu idi ki, rüşvətxorluğa, korrupsiyaya, insanların əzilməsinə birbaşa şərait yaradırdı. Cənubi Qafqazı idarə edənlər, Cənubi Qafqaz haqqında məlumatlı olan yüksək rütbəli şəxslər çara məruzə elədilər ki, artıq bu idarəetmə forması ilə mümkün deyil, yəni Cənubi Qafqazı idarə etmək. Ona görə də çar 1840-cı il 10 aprel inzibati və məhkəmə islahatı haqqında fərman verdi. Bu islahata əsasən Cənubi Qafqazda bir sıra dəyişikliklər edildi. Yeni idarəetmə sistemi yenə də müstəmləkə rejimini möhkəmləndirmək üçün idi. Sadəcə komendant idarə üsulunun mənfi cəhətləri bu sadaladıqlarımızdan əlavə o idi ki, baxın, iltizam sistemi demişdik, sonra məmurların özbaşınalığı deyilik. Bunlar hamısı xəzinəyə gələn pulları azalmasının səbəbidir. Yəni, xəzinəni daha yaxşı doldurmaq üçün, dövləti daha yaxşı sümürmək üçün belə deyək əraziləri komendant idarə üsulu ləğv olundu. İnzibati məhkəmə islahatı ilk olaraq komendant idarə üsulu ləğv edildi. Bunun yerinə Quberniya, vilayət, qəza idarəetmə sistemi təşkil edildi. Yəni ki, Cənubi Qafqaz Rusiyanın ərazi quruluşuna, ümumi imperiya ərazi quruluşuna uyğunlaşdırıldı. Daha da açıq desək, Rusiyanın özündə necə idi idarəetmə? Quberniya, vilayət, qəza idi. Eyni şey Cənubi Qafqazda da tətbiq edildi. Cənubi Qafqazda da artıq Quberniya, vilayət, qəza oldu. Komendant idarə üsulunun yerinə ilk olaraq 2 dənə vilayət və Quberniya yaradıldı. Mərkəzi Şamaxı olan Xəzər vilayəti və mərkəzi Tiflis olan Gürcü İmeretiya quberniyası. Gürcü İmeretiya quberniyasının tərkibinə hansı ərazilər daxil olar Azərbaycandan məsələn, məntiqlə? Qazax, Ortalı, İrəvan, Naxçıvan, Yelizavetpol əraziləri daxil idi. Gürcü İmeretiya, bir də sən dediklərin, Gürcü İmeretiya quberniyasının tərkibinə daxil idi. Bir də uşaqlar 1828 mart 21-də nə yaradılmışdı? Erməni vilayəti yaradılmışdı, Naxçıvan İrəvan yerində. Həmin Erməni vilayəti də ləğv olunaraq yerində Naxçıvan və İrəvan qəzaları təşkil edildi. Bu 40-cı il 10 aprel islahatı, inzibati islahatı. Deməli, komendant idarə üsulu ləğv olundu və bu sadaladığımız yeni idarəetmə forması yaradıldı. Ardı ilə 46-cı il 14 dekabrda Cənubi Qafqazın idarəsində yeniliklər edildi. 46-cı il 14 dekabr çarın fərmanı ilə bu yaradılan Xəzər vilayəti və Gürcü İmeretiya quberniyası var. Bunlar da ləğv edildi. Yerində yaradıldı nə? Tiflis, Kutayiz, Dərbənd, Şamaxı quberniyaları. 1846-cı il 14 dekabr. Tiflis, Kutayiz, Dərbənd, Şamaxı. 4 dənə yeni quberniya yaradıldı. Ardı ilə 49-cu ildə İrəvan quberniyası yaradıldı. 59-cu ildə bu Şamaxı quberniyasında zəlzələ baş verdiyi üçün Şamaxı quberniyasının mərkəzi köçürülüb Bakıya və Bakı quberniyası olur. 68 Bakı quberniyası yəni yaradıldı. Ən sonuncu isə 68-ci Yelizavetpol quberniyası. Bunlar niyə vacibdir? Ona görə ki, testdə düşür. Məsələn, sizə deyəcək ki, 1849-cu ildə yaradılan quberniya, əzbər bilməlisiniz ki, İrəvan. 59-da yaradılan Bakı, 68 sonuncu yaradılan Yelizavetpol. Müəllimlərin şəqabında belə bir sual düşmüşdür, bilir ki, deyir ki, uyğunluq pozulmuşdur deyir və yazılıb ki, 68-ci ildə Yelizavetpol qəzası yaradıldı. Onda öncə görüb tutursan ki, Yelizavetpol nəyə olmalı idi? Quberniyası olmalı idi. 68-də qəzası yox, quberniyası. Yəni, bir sözlə aldatmalı çalışırlar. Bu quberniyalar yaradıldı. 59-cu ildə dediyimiz Bakı quberniyası, hansı ki Şamaxıda zəlzələ oldu və Bakıda yaradıldı yeni quberniya. 60-cı ildə həmin Bakıya Dərbənd quberniyası ləğv edilir 60-da. Quba qəzası da Bakıya əlavə edilir. Deməli, bunlardan Dərbənd 60-da ləğv edildi, Şamaxı da 59-da ləğv edildi. Yaxşı, bu ardıcılığı əzbər bilmək lazımdır. Sonra Cənubi Qafqazın idarə edilməsində 40-cı illərdə baş verən digər bir dəyişiklik isə idarəetməni daha da sərtləşdirmək üçün Qafqazın baş hakimi
ləğv edildi, onun yerinə Qafqaz canişinliyi yaradıldı. Uşaqlar, Qafqaz canişinliyi 1844-də yaradılır. Nə vaxta ki mövcud olur? 1883-cü ilə kimi. Qafqaz canişinliyi 1844-dən 1883-ə qədər mövcud olur. Sonra keçəcək 1905-də yenidən təşkil edilir filan. Qafqazın ilk canişini də olur Qraf Vorontsov Daşkov, Qafqazın ilk canişini təyin edilmişdir. Canişinliyin əsas məqsədi, dediyim kimi, idarəçiliyi daha da sərtləşdirmək, daha da möhkəmləndirmək idi. Müstəmləkə rejimini daha da möhkəmləndirmək idi. Dedik axı 40-cı il 10 apreldə həm inzibat, həm də məhkəmə islahatı var. 10 aprelin digər islahatı məhkəmə islahatıdır. Baxın, məhkəmə islahatı ilə hərbi işlərə, mülki məhkəmələr, bu mülki işlərə hərbi məhkəmələr var. Abbas yazmadı. O da o pis. Mənim başında sizə arxa baxanda aldım. O daha pisdir, mülki işlərə hərbi məhkəmə. O ləğv edir, o qayda ləğv edir. Deməli, mülki işlərə hərbidə baxmaq. Qadağan. Axı demişdik ki, komendant idarə üsul dövründə keçən dərs misal çəkdirmək, adi bir kiçik bir oğurluğa görə hərbi səhmən məhkəməsinə bir Almanı götürmüşdür deyə. O qayda ləğv olunur. Artıq mülki işlərə, mülki məhkəmə baxırdı. Hərbi işlərə, hərbi işlərə hərbi məhkəmə baxırdı. Sonra şəriət məhkəmələr yenidən rus dilində keçirilirdi. Məhkəmə icrası, məhkəmə daha doğrusu hakimlərdən, icrasçılardan ibarət olurdu. Və şəriət məhkəmələri yenə də qalmaqdaydı. Şəriət məhkəmələri nəyə baxırdı? Kəbin, talaq, eyni şeylərə baxırdı. Məhkəmə islahatı da belə. Mən atacam da bunun başına. İndi baxaq, bu dövrdə Çar hökumətinin bəy bağalarla münasibətinə. Axı, biz dedik ki, bəy bağalar, baxın, bu islahatlarda var, 40-cı il 10 aprel islahatında. Bəy bağalar hər şeydən uzaqlaşdırıldı. Torpaqlardan məhrum edildi, kəndlərin idarəçiliyindən uzaqlaşdırıldı. Bax, 1840-cı il 10 aprel islahatı ilə bütün idarəetmə verilmişdi rus məmurlarına, xristiyan məmurlarına. Adicə kənddə belə idarəçilik rus məmurlarının əlində idi. Bəy bağaların hüquqları azaldılmışdır, belə desək. 41-ci ildə əvvəlcə Qazax-Şəmşədil borçalının, sonra isə digər ərazilərin bəy bağaları idarəçilikdən uzaqlaşdırıldı. Torpaqları əlindən alındı. 42-ci ildə isə Çar hökuməti gördü ki, yox, yerli əhalini yerli məmurlarsız idarə etmək çətindir. Ona görə də bəy bağalarının torpaqlarının bir qismi özünə qaytardı, o şərtlə ki, idarəçilikdə iştirak etməsinlər. 43-cü ildə isə bu bəy bağa nəsilləri, bəy bağalar ali müsəlman silki adlandırılır. Ali müsəlman silki. Bəy bağaları siyahıya alındı, məsələn, nə bilim, deyək ki, 1000 neçə bəy nəsli var Azərbaycanda, 1000 neçə ağa nəsli var. Onlar hamısı adlandırılır ali müsəlman silki. Bu da imtihana düşür, sınavlarda, imtihanlarda düşür. 1843 ali müsəlman silki adlanması. Və Çar hökuməti, Cənubi Qafqazdakı bəylərlə, Azərbaycandakı bəylərlə, ağalarla yaxınlaşmaq üçün bir addım oldu. Hansı addımdır bu? 1846-cı il 6 dekabr bəy bağalarının hüquqları haqqında reskript imzaladı. Hüquqları haqqında sənəd imzaladı. Bu sənəd əsasında. Bax, çox vacib uşaqlar, mütləq deyirəm sizə qəbula düşür. 46, 47 və 70-ci il islahatları. Bəy bağaların tiyul torpaqları, hansı ki, onlara nə zaman hərbi xidmət müqavilələri verilir. Onların mülk torpağı ilə eyni səviyyədə hesab edilirdi artıq bu islahatda. Yəni, onların şəxsi torpaqları kimi hesab edilir. Bəy bağalara imkan verilir ki, öz torpaqlarını satsınlar, bağışlasınlar, alsınlar. Yəni, torpaq məsələləri ilə bağlı nə istəsinlər eləyə bilərlər. Amma o şərtlə ki, məsələn, hər hansı bir bəy bağa ancaq ali müsəlman silkindən olana torpaq sata bilərdi, bağışlaya bilərdi, ala bilərdi. Başa düşdünüz? Sonra, bu tiyul torpaqları dedik, öz şəxsi torpaqları ən əsas məsələlərdən biri. Bəy və ağalara kəndlər üzərində nə hüquq verildi? Polis və inzibati məhkəmə hüquq verildi. Yəni, sən bəysənsə, öz ərazində yaşayan kəndli üzərində polis hüququna maliksən, məhkəmə hüququna maliksən və s.
Bir də bu kəndlərin təbəqələri var idi. Rəiyyət, rənsbər, elat filan da. Onların əvəzinə ümumi kəndlər adlandı nə? Mülkədar tabeymiş. Mülkədar tabi. Bir nə? Mülkədar tabi. 46-cı il bəy bağların hüquqları haqqında reskri, bəy bağları ali idarəçiliyə bir qədər yaxınlaşdı. Bəy bağaya bundan artıq nə lazımdır? Kəndi üzərində hər cür hüquq keçirir. Torpağı var. Nə vaxtsa ona verilən tiyul torpaqları artıq şəxsi torpağı hesab edilir. Keyfdə də olmuşum bəy bağlı. Çar hökuməti dedi ki, bəs bu yetim kəndlilərə eləyək, bu kəndlilərə də bir məsələ hüquqdan verək, bir fırlansınlar. 47-ci ildə kəndə əsasnaməsi qəbul edildi. Kəndə əsasnaməsi hansı kəndlər üçün? Sahibkar kəndlər üçün. 3 dənə məsələyə toxunur uşaqlar. Torpaq məsələsi, vergi məsələsi və mükəlləfiyyətlər. Torpaq nədir? Hər bir başlar. Danışmışdım da. Az qalmasın. Az bir çox qısa bir Sən sallamaq var. Sən də göməli bir yaşamaq. Sözümü işləyirsən, alır şey yapacaq. Kəsin bunları. Çox qısa bir hissəyə alır. Sözdəki böyle tənəffüs. Buna görə çox Uşaqlar, torpaq məsələsi 47-ci il kəndi islahatları ilə çox önəmlidir. Hər bir 15 yaşını satmış kişi kəndliyə 5 desiyatindən az olmayaraq torpaq sahəsidir. Desiyatı 1,9 hektar deməkdir. Büyüdür ki, torpaq sahəsi verilirdi, vergilər, kəndli məhsulun onda birini malcəhət formasında sahibkara verməlidir. Əgər sahibkarın tutaq ki, çotanından, nə bilim, alətindən istifadə edirsə, bu düşürdür 5də bir həcmdə və meyvə məhsulunu və digər məhsullarını da 3də birini verməli idi. Yenə başqa vergi verirdilər, bəhrə məsələn sudan istifadə, sonra çoxbaşlı dağlardan istifadə vergilər var idi. Mükəlləfiyyət nədir uşaqlar? Mükəlləfiyyətdə var biyar və döyücü, yəni iməcilik də biyar. Kəndli, məsələn, il ərzində 18, bir nəfər kəndli öz ailəsinə bir nəfər ayırırdı, məsələn, hər hansı bir uşaqın. Və 18 gün ərzində, il ərzində 18 gün sahibkarın torpağında işləməliyik. Bəyin torpağında pulsuz işləməliyik. Bu biyardır. Bu biyardır. Bir də var idi əvrəz. Əvrəz iməcilikdir. İməcilik odur ki, kəndli, hər bir kəndli ailəsi il ərzində məsələn 2 gün gedirlər, hamılıqla sahibkarın torpağında işləyirlər. Məsələn, yaz açılanda işlərin çox vaxtı, bütün kəndlər yığışırdı, sahibkarın torpağını bir gün əkirlər, bezərirlər falan, belə işləyirlər. Yəni, bu məcburi mükəlləfiyyət idi. Torpaq pulsuz verir, pulsuz işlərdir, burada qazanır. Öz torpağında işlədir. O demir zor bir şey. Uşaqlar, baxın, bu illər bir də bu 46-47-ci il islahatlarını əzbər lazımdır. Yaxşı.